Belə, möhtəşəm. Heç. Okey, başlayaq mı? Hüseyn hələ də bizim acceptimizi qəbul eləməyib. Özü də burada təsvir olsun ki, yoxdur. Mən nə qədər qrupum var? Qrup var. Okey. Başlayaq uşaqlar. Ölməm. Okey. Aslan, Cavid. C-yə izah ehtiyac var, yoxsa təməllinizdən yazmamısınız? Ölməm, ehtiyac yoxdur. Bəlkə sən də pes eləmişsin, mən indi onlar göndərirəm. Okey. Bu özünüz boynunuza aldısa çox sevindirici. Aslan, yəqin ki, onu yeni də izah eləmişəm, sadəcə yazmamısan hələ ki. Tamam, onda gəlin elə i-dən, səhvdən başlayaq. Görə i-də nə problem var. Exponential demişdik bu sualı. Dərsə də izah elədik, kodunu da yazdıq. Dedik ki, bir ədəd var. Ədəddən kiçik neysə kvadratı, kubu, üstü 4-5 şəklində göstərilə bilən bir ədəd axtarmalıyıq. Və məsələn, baxdıq biz buna əslində, sizə problem nədir burada? N tapmışsan. I kiçikdir n olana qədər yox da. I vur i kiçikdir n olana qədər getsən yaxşı olar. Tamam. Səbəbi də budur. Çünki biz dedik kvadratdan çox ola bilməz. Aminə. Məsələn, ixtiyari bir ədəd götür. Məsələn, atıram 100. 100 yox, məsələn 105. Yəni ən çox onun kvadratı ola bilər də. 11 olmaq üçün 11 üstü 2 avtomatik BD-də 100-ü aşacaq. 105-i aşacaq daha doğrusu. Aydındır. Ona görə hər zaman köşə kimi getmək bəs eləyir. Plus da ki, burada k-nı 1 götürmüsən, daha sonra i-ni 1 götürmüsən, time limiti ona görə düşürsən, sən k-nı durmadan 1-ə vurursan, amma bu heç vaxt n-i keçməyəcək, çünki ədədi 1-ə vurmaq təzədən 1 eləyir. Yəni, sonsuz dövrə düşür bu. Aydındır? Problem bax, buradadır. Yəni, 1-dəki onsuz da şərtdə baxsan, deyir ki, heç vaxt cavab 1 deyil. Elə anlı 1 gətirməyin onsuz da bəs eləyir. Yəni, bütün 1 hallarını, 1 üstü 1, 1 üstü 2, bütün bu halları onsuz da eləmiş olursan. Tam onun üçün bunu 2-dən başlat. Bunu da i vuru eləsən, məncə kodun qalanına baxmadım düzün, amma məncə düz olmalıdır. Yəni, hə, böyük ehtimal ki, düz. Tamam. Bu belə. Qəşəng. Onu düzəlt. Sonra siz bunları göndərin. K. Cut and count. You will cut at one strings. You will cut maximum number of different letters in a plus. Your formulas with different letters and the next one you cut the string optimal positions. Maraqlı bir sual. Son şərtinə nə deyir? Deyir ki, uşaqlar, bizim stringimiz var. Belə göstərməyə məncə daha rahat olar. Deyir ki, bunu istədiyimiz yerdən kəsə bilərik. Kəsməyə də nə olduğunu, yəni açıq aydın aydın. Yəqin ki, bunu 2 hissəyə bölürük və istədiyimiz yerdən kəsə bildiyimiz üçün, yəni biz əslində müxtəlif yollarla bunu bu şəkildə, yəni istədiyimiz kimi ayıra bilərik. Amma bizdən nə istəyir? Deyir ki, bunu elə kəs ki, məsələn, belə kəssək, birinci hissədən sizə müxtəlif element var. 2 dənə, düzdür? İkinci hissədən sizə element var. Müxtəlif element var. Yenə 2 dənə, düzdür? Bunların cəmi edir bizə 4, düzdür? Bu elədir 4. İndi bizə deyir ki, bunu elə yerdən kəs ki, bu cəm bacardıq qədər maksimum olsun. Məsələn, baxaq. Bu dəqiqə cavabı 4 aldım. Sizcə bundan daha yaxşı bir cavab varmı? Məczudan kəsərək ola bilər də. Məncə buradan kəsmək daha çox sərf edəcək. Niyə? Burada 2 dənə müxtəlif var. Amma BCA 3 dənə sözdür. 3 dənə hərfdir daha doğrusu. Onun üçün bu da eləyəcək 5 dənə. Aydındır? Daha çox müxtəlif olmalıdır. Həm də daha çox müxtəlif olmalıdır. Aydın uşaqlar sualın şərti. Yəni mən bunu elə yerdən kəsməliyəm ki, bacardıq qədər maksimum olsun. Və yaxud da başqa test кейsə baxaq. A, B, C, D, E, F, G, H,
C-K-L-M. Məsələn, bunu hardan kəsməyimizin bir önəmi var sizcə? Xeyr. Xeyr, yəni hardan kəsirəm kəsim. Məsələn, buradan kəssəm 5 dənə burada, bilmirəm, saymıram artıq. Qalanı buradadır. Deyək ki, bir dənə belə kəssəydim, 4 dənə burada olacaqdı. Amma burada bir dənə artacaqdı. Yəni burada bir dənə müxtəlif gələcəkdi. Onun üçün cəmi hər dəfə konstant, yəni sabit qalacaqdı. Aydındır? Ona görə yəni mən elə bir taktika düşünməliyəm ki, hardan kəsdiyimə fikir verə bilim. Tamam? Tamam. Okey? Yaxşı. Bəs mən necə bir taktika işlədim ki, bunu gedib yoxlaya bilim? Necə eləyək bunu? Necə yazaq ki, yəni mən onu oradan bir yoxlayım ki, mən bunu hardan kəsim ki, mən cavabı düz tapım. Necə eləyə bilərəm bunu? Kiminsə fikir var? Ağlınızın qırağında nəsə varmı? Yoxdur heç kimin ağlında bir şey. Yaxşı, ona mən deyim. Heç kim yazarmayıbsa fikriniz yəqin ki, yox olmuş. Uşaqlar, ola biləcək bütün halları yoxlayaq. Nə mənada? Birinci yoxlayaq, məsələn, o bəlkə test qeysə qaydaq. Məsələn, bu deyil. Bir saniyə. Uşaqlar, ola biləcək hər yerdən kəsməyi yoxlayaq. Nə mənada? Məsələn, bu test qeysi götürüm yenə. Mən birinci yoxlayacağım ki, buradan kəssəm cavab nə olar? İkinci dəfə yoxlayacağım, buradan kəssəm cavab nə olar? Üstə buradan, bir-bir hamısını yoxlayacağım. Və gəlin bunu görək, kodda necə rahatlıqla yoxlamaq olar. Baxaq, eləyin, bir dənə size'ımız var, sinin. Burada bir dənə stringimiz var, string s. Bunu bir dəfəlik input alaq. Input aldıq. Inputda bir problem yoxdur. Gələk davamına. Baxın. Mən əgər uzunluğum 6-dırsa, neçə müxtəlif hissədən kəsə bilərəm? 1, 2, 3, 4, 5 hissədən. Razıyıqmı? Bəli. Yəni hər zaman bir dənə buradan kəsə bilmirəm. Çünki buradan kəssəm heç nə ilə stringin özü qalır. O da heç sərf edəcək bir durum deyil də, düzdür? Yəni 0 üstə gəlinəsə 1 üstə gəlinədənsə yaxşıdır. Daha sonra 1 üstə gəlinəsə 0 üstə gəlinədənsə yaxşıdır. Ona görə də mən elə bir başlayacağım formu int i 1-dən int 2-də n-ə qədər. Yəni 0-dan kəsmirəm, yəni ən başdan kəsmirəm. Amma birinci indeksdən başlayıb kəsə-kəsə gedəcəm. Sonra bir dənə xatırlayaq nəyi? Bizim yadımızda da string hardadır bu? Hə, stringi kəsməyin yolları var idi. Nə idi stringi kəsməyin ən rahat yolu? Mən hansı funksiyadan istifadə etsəydim, ən əlverişli olardı. Nə idi o funksiyonun adı? String P1 olsun, part 1. Funksiyon adı nə idi? Nə? Bir dənə function keçmişdik uşaqlar. Stringi indeksini yazırdıq, uzunluğu yazırdıq, hissələrə bölürdü. Nə idi o? Erase deyil. Erase silməkdir. Erase hansısa bir elementi silirsən. Ben baş hərfi deyəsən T-lə başlayırdı. Ən son dərsdə keçmişdik. Nə ilə başlayır? T-lə deyəsən başlayırdı. Yox. Şu heç mənada deyil o funksiyon. Biz hətta aşağı yuxarı toplasaq bir dərs ondan danışmışıq. Müəllim, replace ola bilər. Replace əvəz eləyir. Yəni nə ilənsə nəyi əvəz eləyir, amma məncə C++-da replace yoxdur. Sonra substring
Neyinizdir substring? Yadınıza salın bir dənə. Deyirdi ki, mən bura bir dənə indeks verirəm, bir də uzunluq verirəm. Bu mənə həmin indeksdən başlayaraq bu qədər uzunluq kəsir də. Yadınıza düşmədi bu? Müəllim bir yerdən, yəni o bir yerə yazırdıq, kəsirdi də. Bax, məsələn, mən substring ilə məsələn, mən buna 1, 3 yazsam, bunu xatırlayaq, bu mənim üçün bu stringə uyğun nə verəcək? Nə qaytaracaq mənə? A bu. A, Müəllim A-nı şu an nə tez yaddan çıxdı? Gərək bunları bir dənə təkrar eləyək. Belə olmaz. Baxın, şu an yadınıza salıram. Substring birinci yerə indeks yazılır. İkinci yerdə uzunluq yazılır. Uzunluq. Yəni o deməkdir ki, mən həmin indeksdən başda uzunluq qədər say, yəni bir element say və o hissəni mənə çıxışa ver. Baxıram, indeks 1-dən 0, 1, yəni indeksim bura düşür, düzdür? Başlayıram 3 dənə element saymağa. A, B, B. Deməli, mənim qaytaracağım hissə budur. Başa düşdük. Məsələn, 4, 3, 2 olsaydı, mənə nə qaytaracaqdı onda? Cavid deyə bilərsən, 3, 2 olsa mənə nə qaytaracaq? Diyebilirim. Mən Üçüncü Buyurun, indeks buyurun. ta. yox, bırıcı, özür istəyirəm. Bırıcı. Belə, bir də özüm baxın. Bax, 0, 1, 2, 3-dən başladım. Ay, sonra 2 dənə indeks saydım. Şu an xatırladıq mı? Nə olduğunu başa düşdük mü? Yadımıza saldıq mı? Ben Şükür. Aha, qaydaq indi öz şeyimizə, sualımıza. Okey. Mən indi nə eləmək istəyirəm? Mən dedim axı 1-1 ola biləcək hər indeksə baxmalıyam. Mən düşünəcəm ki, bir bax, 2 dənə hissəyə bölmürəm bu stringi. P1, P2 olaraq 2 hissəyə böləcəm. Yəni məsələn deyək ki, belə böləcəm və yaxud da belə böləcəm. Onun üçün deyəcəm ki, birincinin uzunluğu olsun i, ikincinin də uzunluğu olsun məntiqən nə? N-i. Yəni digər hissəsi də buna düşsün. Tamam. Baxın. Birincini gəlin quraq, yəni P1-i tapaq, sonra P2-ni rahatlıqla taparıq. Baxın. 0 i yazıram. Səbəbi nədir? Yəni 0-cı indeksdən başda i dənə element götür. Yəni nə deməkdir? Get 0 başdan başda i dənə element götür. Yəni 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə. For 1-1 bunu götürəcək. Yadımıza saldıq mı? Necə olduğunu xatırladıq mı? Buna bir dəfə də yazmışıq. P2. Hə, P2 maraqlısıdır. İndeks olaraq başda i-dən, amma uzunluq yazmamıza ehtiyac yox idi. Xatırlayırıq mı niyəsini? Niyəsi kimin yadındadır? İdən mənim qalanını götürmək kimi yani ben baştan kesildi. Necə? Biraz izah edeyim Başlamış. fikrinizi. Aha, Ayxan. Mənim yəni o əvvəlcədən sıfırdan i qədər götürdüyü üçün qalanını götürəcəkdi ilə də. Yox. Baxın. Əgər substringin içinə bir də mötərizə yazıb 2 dənə element yazmışıqsa, o bunu belə başa düşür. İndeks uzunluq kimi başa düşür. Yox. Əgər də ki uzunluğu qeyd eləməmişiksə, sadəcə indeks yazmışıqsa, onda gedir həmin indeksdən necə? Həmin indeksdəki hərfi götürür. Yox, bax tək onu götürmür. Həmin indeksdən başlayır. Ana sablayın, aha. Həmin indeksdən başlayır. Məsələn, mən bura əgər mötərizəyə 2 yazsam, substring str 2 yazsam, bu mən belə eləyəcək. Deyəcək, ikinci indeksim nədir? 0, 1, 2, B. B-dən axıra qədər nə varsa, hamısını götür. Yəni, dolay onun B, B, S, A-nı verəcək. Aydın, yəni mənə də bu lazımdır da elə. Əvvəlini götürmüşəm, yəni 0 i yazmağım ilk 2 elementini götürürsə, onda sadəcə 2 yazmağım da ikinci indeksdən axıra qədər götürür.
Başa düşdük uşaqlar. Bəli. Substring'i xatırladıqmı tam necə yazılırdı? Evet. Okey. Bu belə olsun. Tamam. Bu belə. Deyək ki. Okey. P1, P2'ni götürdük. Burada okey. Məncə okey. İndi gələyəm məqamlı nüanslardan birinə. Mən P1, P2'ni ayırmışam. Yəni hissə olaraq bir-birindən bölmüşəm. Mənə indi lazımdır ki, mən necə eləyim ki, P1'in neçə müxtəlif element olduğunu sayım. P2'nin neçə müxtəlif elementinin olduğunu sayım. Bu necə eləyə bilərəm sizdə uşaqlar? Necə baxa bilərəm buna? Yəni Mən məsələn, bir verə bilərsiniz sualı. məsələn mən deyək ki, bunu buradan bölmüşəm, düzdür? Mən necə sayım ki, burada 2 dənə müxtəlif element var. Yəni P1 stringində. P2 stringində də 3 dənə. Bəli. Mən sortla. Size-la. Uşaq əl qaldırın. Başa düşməm kim nə deyir. Ayxan, Mən sans funksiyası ilə. size, deyək ki size-da. P1 səndə budur. Bax birinci. Aha. Bunun size sənə verəcək. 2 ya 3. Hı. 3. Bu Düzdür? verir. Amma 3 verdi də, 2 vermədi axı. Bizə 2 Bəli. lazımdır. Və yaxud da məsələn, bunun üçün baxsan, bizə 3 lazımdır. Hə, size amma düz deyil. Yəni bunun üçün düz işləmədi. Size deyilmiş. Aslan, Sort. tamam, buna sort at. B, S, A'ya sort attın. Nə oldu? A, B, S. Bunu necə şey deyəcəm? Mən nə bilim ki, hə, burada nədir cavab? Sonra nə lazımdır bizə? Uzunluğu götürür. Bax, yenə dediyim kimi, buna sort attın. A, B oldu. Bunun size axı 3-dür. Sənə 2 lazımdır. Yəni 2-dən müxtəlif element var burada. Başqa uşaqlar, başqa fikri olan yoxdur. Amina, Cavid, Çınar, Gülnur. Mən çaşdım, sort yox, set. Ay, set. Set uşaqlar. Mən bilim sirişdi, sort dedim. Okey. Uşaqlar, set nə idi? Bir dənə xatırlayaq. Setin avantajları var idi bizdə. Deyirdik ki, 1. Mən deyə bilərəm. De. Mən sortlamaya ehtiyac yox idi. Çünki cavabı özü hazır sortlayırdı. Aha. İkinci Sonra özəlliyi mən nə idi? eyni, məsələn, eyni simvollar göstərmirdi də, mən bilim. Ay, Məsələn, bir hər elementdən bir dəfə yadda saxlayırdı. Düzdür? Hə. Belə. Onda məsələn mən setə, yəni stringi əvəzinə setə əlavə eləsəm bunu, bir növ nə düşünəcəm? Setdə məndə nə alınacaq? A, B, B əvəzinə bu mənə setdə yadda saxlayacaq bunu A-la B kimi, yəni bu iki simvol kimi. Və hə, artıq bu Ayxan, sən deyən düz olardı. Setin size nə olardı? Hə, mənə 2 verərdi. Hətta A, B, S üçün də set yığsaydın, bunun da sən set olacaq A, B, S. Yenə bax, indi bunun da size, nöqtə size, hə, sənə verəcək nəyi? 3. Tamam, başa düşdük bunu. Okey. Şöyle, tam burasını yazıram onda. 2 dənə set götürəcəyik. Char, bir elementi char olan S1, S2 götürək. Set 1, set 2 məntiqi. Heç nə, gedirik bu setləri bir-bir. Int i0-dan int p1 nöqtə size i++ s1 nöqtə insert p1i daha sonra j götürəm, yəni i götürdüm. J. Yəni bir-bir bütün elementləri təzədən setə artırıram. Yəni P1'in və P2'nin. Ən sonunda nə edirəm? Set 1'lərin sayı cəminə baxıram. Sum olsun.
1.size üstə gəl s2.size. Və mənə deyir ki, bunların arasında maksimumu tap. Onda max bərabər olacaq maksimum maxla sum. El sum olsun, sum nə idi? Max olsun 0. Ən sonunda nə ilə? Siyah max'ı çıxışa verir. Şöyle, baxın, razıyam. Bu sual bəlkə də biraz əvvəl yazdığınız, yəni bundan bir əvvəl, bir sonra yazdığınız sualdan biraz çətin görsənir. Amma açığı deyək, kod uzun görsənsə də, yəni baxın da, burada nədən stringlərdən danışmışıq, vaxtilə danışmışıq. Maksimum minimumun tapılmağından danışmışıq mı? Danışmışıq. Substringdən. Mənim yadıma gəlir ki, mən azı 2-3 dərs sadəcə substringin belə ayrı-ayrı dərslərdə hər dəfə substringi izah eləmişdik ki, nə baş verir. 0i yazanda nə olurdu, adi i olanda nə olurdu. Yəni hələ mən yadımdadır ki, bir hamınıza nümunələr verirdim və o şəkildə tapırdıq. Sonra set. Setə aid biz görünəyə də suallar işləmişik. Və burada setdən elə də qarmaşıq bir set deyil də, sadəcə setə element əlavə edib size-ına baxırıq. Sonra maksimumun tapılması. Bunu da eləməmişik. Neçə dəfələrlə nə qədər sual yazmışıq ki, hər dəfə massivdə maksimumun tapılması, nə bilim, adi suallarda maksimumun tapılması. Buna aid görünəyə də sual işləmişik. Və ən sonunda maksi çıxışa veririk. Bu qədər. Run eləyirəm məsələn bunu. Məntiqən bayaqdan gördüyümüz kimi bizə nə verməlidir? 5. Və salam. Qarnıq nəsə var, uşaqlar? Baxın, varsa deyin, yəni bir də üstündən gedək. Mənim üçün fərqi yoxdur, problemi də yoxdur. Əsas siz başa düşəsiniz. Varmı nəsə? Nəyəsə baxaq mı yenə? Junior, Çınar, Cavid. Mənim kodu bir də göstərir. Okey. Kodda nə qaranlıq qalıb? Bax, Junior, mən öz təcrübəmə əsasən deyə bilərəm ki, əgər bir şagird kodu bir də göstərin deyirsə, sırf hansı hissəsini başa düşmədiyi üçün deyir. Aha, nə qaranlıq qalıb? Heç olmasa üstündən gedək bir də. Hansı hissə qaranlıqda? Harika, eşidirəm, buyur. Mənim burada siz yadınıza set kar S1 S2. Mən onun nəyi göstərirdi? Bax, set qurursan, normalda biz seti ədədlərlə qururduq, düzdür? Yəni normal biz set yazanda set LLS qururduqsa, məsələn, adi ədədlər üçün hətta qururduqsa, LL-in əvəzinə çar yazanda mən ədədlər yox, sadəcə simvollar artırıram. Yəni setin içində ədəd yox, A, nə bilim Z, söz yox, nə bilim salam, hello kimi yox, sadəcə simvol. Nöqtə işarəsi, nə bilim slash işarəsi, bildiyimiz simvollardan, böyük Z, tamam? ASCII table'dan danışmışıq da, oradakı simvollardan yadda saxlaya bilirəm. Aydındır? Bəli. Belə görəm ki, biz hardasa bir-iki mövzunu yenə təkrar eləməli olacaq sizdən bir yerdə. Yox, mən içimə rahat gəlmədi bu. Sizlə bayağı bir təkrar eləməliyik. Bu an düşündüm, qərar verdim. Önümüzdəki bir ay ancaq exam yazdıracam sizə. Full bir aya exam yazacaq. Bəli, bu dəqiqə düşündüm və qərar verdim. Okey. Təkrar deyə bilərsiniz, eşitənmədim. Deyəcəm. Uşaqlar, ev tapşırığını boş verin. Başlayırıq təkrarlara. Keçən dərs yox, ya da ondan əvvəlki dərs biz hara kimsə təkrar eləmişdik, düzdür? Çox basicləri idi, amma eləmişdik yenə də. Yadıma salın. Ən son nə dedik orada? Deyəsən, vektoru dedik, durduq, düzdür? Hə? Səhv eləməmsə elə idi də. Yox? Mən necə bilməmişdim. Ən son hara kimi təkrar eləmişik? Təkrarlara ən son hara kimi getmişik? Müəllim ikinci gün dedik və 5-ci gündə təkrarladıq. Vektora qədər keçdik, təkrar elədik də, düzdür?
Bəli, deyəsən, bəli. Okey. Belə eləyək. Aha, məncə də ən məntiqlisi bu olar. Onda vektorlardan üzü bu yana gələk. Deməli, stringlər. Vektordan sonra ən birinci yaxşı olaraq stringə baxaq, sonra setlə map falan onlara bir yerdə baxarıq. String. Şöyle bir saniyə gözləyim, mən bir dənə hər ehtimala mouse götürüm, daha yaxşı izah eləyərəm elə olsa. Deməli, stringlər. Stringlərdən başlayırıqsa, ən birinci nədən danışmalıyıq deməli uşaqlar? Stringlərin ən təməlində nə durur? Çar. Ay, sağ ol, çar. Uşaqlar, siz də çox xahiş edirəm, biraz aktiv olun. Şey eləməyin, yəni sırf mən danışdım, siz qulaq asın kimi düşünməyin bu dərsdə. Tamam, siz öz fikirlərinizi deyin, səhv də olsa, düz də olsa biz demişik ki, heç bir önəmi yoxdur. Əsas nəsə deməyinizdir. Ondan sonrası boşdur. Aha. Okey. Belə, indi üzümü hamıya tutub deyirəm. Stringlərin təməlində nə dururdu? Çar. Çar. Çar, qəşəng. Deməli, çardan danışırıqsa, biz ən birinci nəyi xatırlamalıyıq? O bizim bir dənə qəşəng cədvəlimiz var idi ki, o çox möhtəşəm cədvələ nə deyirik? ASCII table. ASCII table. Bu ASCII table'da neçə element var? Əzbər bilməyinizə ehtiyac yoxdur, amma təxmin edeyim sizdə neçə element var? Bilirsinizmi? Mən 120 falan var. Tam konkret biləniniz yoxdur, okeydir. 8. Nə? 128. Əslində 256-dır normalda. Amma niyə 256-dır? Gəl bunu izah edeyim. Yəqin məktəb şeylərində keçmisiniz də, yəni riyaziyyat, məktəb riyaziyyatın riyaziyyat yox da məktəb informatikasında ASCII suallar, ASCII table aid suallar işləyirsiniz. Nə mənada? Məsələn, deyək ki, bir sənəd var, sənədin içində 10 simvol varsa və deyək də son şərtinə deyək ki, ASCII table, ASCII əlifbasında qurulubsa, onda deyirik ki, bir simvol 1 byte yadda saxlayır. Okey? Və bunun əslində hardan gəldiyini düşünmüsünüzmü heç? Yəni, niyə bu bir simvol 1 byte'dır? Məsələn, bunu düşünməmişik heç. Xeyr, Bunun səbəbi budur ki, uşaqlar, əlifbanın gücü var. Yəni, əlifbanın gücü nədir? 1 byte 8 bitdir. Düzdür? 8 bit nədir? Yəni, 8 bit nədir deməyim. Hesablama düsturu 200-dir. Yəni, bir əlifbada neçə simvol varsa, yəni buna bir böyüyən desək, onda bu kiçiyən bu biti göstərəcək. Məsələn, 8 bit varsa, n-in yerinə 8 qoyun. Qırmızı yazmaq istəyirəm axı. N-in yerinə 8 qoyun. 208, 256 edir. Yəni, deməli, həmin əlifbada 256-dən simvol ola bilər. Məsələn, bir dənə buna da baxaq qısaca. Məsələn, deyək ki, əlifbada 300 simvol varsa, bir dənə əlifba düşünün ki, orada 300-dən simvol var. Biz n-i 208 deyə bilərik. Çatmaz da, düzdür? Az qalar. Düzdür? Amma 209 götürsək 512 eləyir. Düzdür? Çoxdur. Amma işimizi görür də, düzdür? Yəni artıq qalsa da bizim 300-ü bunun içinə sığdıra bilirik də, aydındır?
Bəli, mən. Məsələn, Bəli. sonra Unicode var ha. Unicode eşitmisiniz yəqin ki. Unicode niyə bir simvol 2 byte nəzərdə tutulur? 2 byte. Bax yenə eyni prinsipdir uşaqlar. 2 byte 16 bitdir. Və 216 görün nə indi özünüz hesablaya bilərsiniz ki, çox böyük bir ədəddir. Yəni çox yox, böyük bir ədəddir. Və həmin əlifbada bu qədər element var. Yəni Unicode dünyada olan bütün simvolları özündə cəmləyir. Yəni dünyada indiyə kimi gəlmiş, keçmiş nə qədər simvol varsa, hamısı bu Unicode-un içindədir. Ona görə də bu qədər yaddaş bizə bəs edir. Aydınmı? Hətta baxın, how many elements symbols are there in ASCII table. Bunun ama şey de var, dediğim gibi arka fon da var, yani görünmeyen bir neçə dənəsi də var. Ona görə 256-ya qədər çıxa bilər. Baxın, gördüyünüz kimi bu 95-dən 33 aldanmayın, dediyim kimi onun ardı da var deyə 256-ya qədər çıxa bilər. Aydındır? Onun üçün də bir simvolu 2 üstü 8 məntiqi götürürük. Oradan da sonra gedirik. Aydındır uşaqlar? Bəli, mən. Qəşəng. Bu belə. Sonra yaxşı, bunu niyə dedim? Sadəcə bir əlavə bilgi olaraq biləsiniz deyə. Bu bizim ASCII table-da, yəni 256 yadda saxlanıla bilsə belə, biz dediyim kimi, yəni bunun hamısına işimiz olmur. Orada səhv eləmirəmsə 95 idi. Bunun 95 ilə işimiz görürük. Onda içində bizdə nələr var? Hərflər var, A-dan Z-ə qədər. Bir böyüklər var, bir kiçiklər var, A-dan Z-ə qədər. Rəqəmlər var, 0-dan 9-a qədər. Və nə var idi orada? Simvollar. Nöqtə olsun, vergül olsun, nöqtəli vergül olsun. Tamam. Bu tipli simvollar var idi. Xatırladıq mı bunu da? Bəli. Qəşəng. Yaxşı, bunu da yadda saxladıq. Gələk nəyə? Bir dəqiqə. Bu da qəribə işləyir. Okey. Biz demişik ki, bunları, bu simvolların harda başlayıb, harda qurtardığını əzbər bilməyə ehtiyac varmı? Xeyr, mən. Xeyr, yoxdur. Biz sadə ilə kodun içində, məsələn, atıram. Saxla. ISO, Cout, məsələn. Deyək ki, Cout belə yazılırdım. Cout elə int atıram. Mötərizə içində Z yazsaz, bu sizə Z-in ASCII-dəki kodunu verəcək. Və yaxud da char içində simvol yazsaz, bir rəqəm yazsaz, məsələn 39 yazsaz, bu sizə 39-cu elementin nə olduğunu deyəcək. Aydındır? Bu şəkildə bunlardan istifadə edən əzbər bilməyə ehtiyac yoxdur. Ola biləcək bütün simvolları bu şəkildə tapa bilərsiniz. Amma məsələn, yaxşı olar ki, bəzi xırda nüansları biləsiniz. Məsələn, sıfırın 48-dən başladığını bilmək çox yaxşıdır. Usefuldur. Yəni, nəyə görə usefuldur? Məsələn, deyək ki, 0 simvolunun 48 çıxmaq sizə həqiqətən 0 verir. Və yaxud da 7 simvolundan 48 çıxmaq sizə 7-ni verir. Bu nə deməkdir uşaqlar? Bu o deməkdir ki, dediyim kimi, touchpad çox manyakça işləyir. Bu nədir? Aha. Belə. Bu niyə üçündür? Biz məsələn deyirik ki, bunun kodu hər nədirsə, onun kodundan 48 çıxanı 7 verir. Məsələn, bu 0 üçün işləyirsə, məsələn, 1 nədir əslində? 0-ın kodu, yəni 0-ın kodu nədir əslində? Daha sonra 1-in kodu nədir? 0-ın kodu üstə gəlsin 1-dir də. Və yaxud da 7 nədir? 0-ın kodu üstə gəl 7-dir. Və dolayı ona siz bundan 48 çıxanda nə baş verir? Sizə ancaq 7-nin özü qalır. Aydındır mı?
Yəni Aynen. məsələn və yaxud da başqa nəyi bilmək yaxşıdır? 36 simvol məsələsinə. Bu nədir? Məsələn tam əzbər bilmirəm, düzdür məndə. Desən böyük A-nın üstünə 36 gəlsəz, bu sizə kiçik A-nı verəcək. Tamam. Və yaxud da böyük məsələn daha sonra kiçik Z-dən ya da kiçik T-dən çıxsaz 36-nı, bu sizə böyük T-ni verəcək. Yəni bu şəkildə çevirmələri də rahatlıqla eləyə bilərsiniz. Bunu şeylə qoymaq lazımdır. Okey. ASCII-lərdən danışdıq. ASCII-lərlə demək olar ki, bu qədər. Bu ASCII-lərdən istifadə edərək biz dedik ki, ASCII nə idi? Çarların birləşməsi, yəni çarları yan-yana qoysaq nə qədər? Bu da bizə verəcək nəyi? Stringləri. STR-ləri. Tamam? Bu stringlərin də bir növ BD-də çar SN massivi kimi düşünmək olar. Amma massivdən daha yaxşıdır. Niyə? Çünki həm massivdir, həm də vektordur bir növ. Yəni 2 və daha, yəni bir çox data tipin özəlliklərini özündə birləşdirir. Məsələn, nədir bunlar? Yəni soruşa bilərsiniz ki, yaxşı, bu özəllikləri birləşdirirsən nədir bunlar? Məsələn, string nə yaratdığımız bir S-i əgər massiv olsaydı, biz sines deyə bilməzdik. Sines deyə bilməzdik. Amma deyə bilirik. Yəni, belə də, biz A massivi yaradanda, biz sin A deyə bilmirik axı. A-nın bir elementlərini input almalıyıq, düzdür? Amma bunda ehtiyac yoxdur. Elə sines demək bütöv şəkildə input alır. Və yaxud da getLine. GetLine nə idi uşaqlar? Mən bütün sətirdəki Mən bütün sətiri çap edir. Çap edir. Mən qeyd alırdı. Sin yəni. ISO. Mən ki, arada boşluq varsa, onu birləşik verir. Yəni tam verirdi. Tam verir yox, daha doğrusu Ayxan tam alır. Okey? Shout verir. Sin alır. Amina, Çınar, Günür, Cavid, siz okeysiniz də bu yaşananlara. Okey? Qarnınızsa yoxdur? Qəşəng. Arada bir okeydən falan desəz, inan çox sevinərəm. Qəşəng. Tamam. Məsələn, gəlin bilik yarışı eləyək. Sırayla gedək. Amina, mənə string haqqında maraqlı bir faktdır. Yəni, fakt, bilgi, informasiya, hər hansı bir şey ola bilər. Bir function'ın adını, bir özəlliyini, nəsə də yəni string haqqında bir şeydir. Şuna bilmək üçün, məsələn, SNT size-dən istifadə edirik. ISO, nöqtə size funksiyamız var. Qəşəng. İxtiyari bir bilgi okey. Bilmirəm, bu touchpad-dən problemli yoxsa mənim yazı aparatımın problemidir. Okey, size funksiyası nəsə var. Sonra sırada kim gəlir? Mən sıraya baxa bilmirəm. Bu sıranı yadda saxlayın. Aslan, mənə stringin bir özəlliyində, funksiyonu, xüsusiyyəti, hər hansı bir şey. İstənilən. Yəni, string barədə nə deyə bilərsən? Stringin kökəni çardır. Necə? Stringin kökü çardır. Okey, tamam, bu dediyi olsun, bir də olsun. Char vektoru massivi kimi düşünə bilərik stringi. Tamam, düşünərik. Sonra, Ayxan, mənə stringin bir özəlliyini, bir funksiyonu, nə bilim... Function olaraq müəllim erase ola bilər. Okey, erase izah edə bilərsən bu erase neyinir? Müəllim sondan bir simvol silir. Sondan mı silir, yoxsa necə? 100% sondan silir, yoxsa? Müəllim. Yox, bax, onun erase düzdədir, nəsə silir. Amma tam olaraq sondan silir hissəsi səhvdir. Çınar. Müəllim, istənilən indeksdən istənilən uzunluğa silir. Nə yalan deyim, istənilən indeks məsələsi düzdür.
Bax, məsələn sən bura bir 2 yazsan, məsələn stringin A, B, C, D-dirsə, 0, 1, 2 seni siləcəkdir. Bu düzdür. Tamam. Amma məsələn Çınar bu nəzərdə tutursan, 2-nin yanına 2 yazanda bunu da silir, yoxsa necə? Bəli, müəllim. Onu nə yalanlayım düzgün qalsın mən bilmirdim. Bir dəqiqə tez baxım. Bir saniye. Nereyiz? O var imiş. Ne qəşəng. Düzdür var imiş. Bir dəqiqə çıxardım. Var imiş. Baxın uşaqlar. Erase məsələn this is an example. 7-3 yazanda baxın 7-ci bir boşluq ənə düşür. Onu silir. Okay? Başa düşdüyümü? Bu şəkildə silir. S.begin, S.end bunlar da var. Yəni bu şəkildə qəşəng özəlliklər də var. Məsələn deyək də find-la deyək ki, şey tapa bilərsiniz. İlk boşluq harda görsənir, onu tapıb onu silə bilərsiniz. Yəni bu şəkildə də nə qədər yollar var, amma bunların heç bir məsləhət görmürəm düzünə qalsa. Yəni bunların hamısının time'ı çox bərbaddır. Time olaraq çox gec işləyirlər və bunu belə hazır funksiyalar əzbərləyib yazmaqdansa nə edəcəyinizi düşünüb adi formla belə getsəz daha sürətli olar. Amma bu erase bilirik deyə bunu bilməyiniz yaxşıdır. Substringdə olduğu kimi erase'də də indeksin yanına da bir uzunluq yazsaz, həmin yerdən həmin qədər uzunluq sözə. Çox qəşəng, bax, sevdim. Qəşəng bir fakt və məlumat. Sonra kim gəlir sırayla? Bir dəqiqə sıraya baxaq. Ayxan dedi, Cavid, mənə string haqqında nəsə deyə bilərsən? Size char raise. Onlar deyilib, deyilməmiş bir şeydə. Sonra baxdım. Niyə string haqqında bildiklərimiz ancaq budur? Yəni char erase. Bildiğimiz çok sadece set var. Set özü ayrı bir data tipdir. Yəni Yeri set var. stringlə qarışdırma. Set var şeyden. Ya uşaqlar, Cavid, mən indi dediyimi sənə haqqıva saymayacağam. Amma sən deyə bilərsiniz ki, massivdə olduğu kimi indeksləmə, yəni indeksdən istifadə eləmək haqqımız var. Və yaxud da deyə bilərsiniz ki, stringləri toplaya bilirik. String üstəgəl string kimi toplayıb başqa bir string ala bilirik. Bu tipli məlumatlar gözləyirəm sizdən. Okay? Cavid, indi düşün, mənə bir şeydir. Yəni bunlar da qeyri-adi deyil də. Bunların hamısını bildiyimiz nələrsə də sadəcə deməyinizi gözləyirəm. Substring diyebilir miyim? Aysa, məsələn deyə bilərsən. Qəşəng trik tapdın. Substring neynir? Ben müəyyən bir sən götürürdü. Aysa bir indeks yazırıq, bir də uzunluq yazırıq, ya da ancaq indeks yazırıq. Bir də bu ikisinin nə olduğunu tez yoldaşlarımıza izah edək, keçək növbəti yoldaşa. Bu ikisinin fərqi nədir? Başa düşmədim. Bir belə yazıla bilər, bir də ancaq indeks yazıla bilər də mötərizənin içində, düzdür? Evet. Aha, bu neynir, bu neynir? Ben indeks uzunluq o indeksten o şey ne kadar yazmışsa o kadar götürür. Aha. Sadece indeks yazdıqda indeksten sonrasını götürür. Aysa indeksin axıra qədər götürür. Okey, digər uşaqlar hamı aydındır da bu. Bayaqdan heç dəfə dedik bunu. Sonra kimlədir sıra? Caviddən sonra Çınar. Düzdür, Çınar dedi qəşəng bir şey, amma yenə də olsun. Bir dənə də Çınar. Müəllim, pushback, popback olar. Nə yalan deyəcəm, unutdum.
Stringdə popback, pushback var əslində, düzdür. Uşaqlar, mən əslində bu siyahını sizə göstərməklə əslində bir çox şey göstərirəm sizə. Baxın, pushback, popback eləmək olar, erase eləmək olar, clear atmaq olar, vektordakı clear, bildiyimiz boş təmizləyir. Düzdür? Copy resize boş Aslında verin. Insert da olar əslində. Hə, insert sadəcə inserti məsələn biz tam olaraq istifadə eləməmişik əslində. Məsələn, insert necə işləyir? Yəni, lazım olmur çox vaxt insert. Yəni, time olaraq dediyim kimi çox pis olduğu üçün inserti məsələn belə düşünə bilərik ki, bir A, B, S yazsaz deyək ki, S-ə və deyək ki, stringimiz olsun B, C, A, D, Y. B bir string olsa, baxın, birinci indeks haradır? Sayaq, sıfırıncı indeks, birinci indeks. Baxın, sanki buradan kəsir, bunu bura qoyur. Yəni, artıq bunun başlanğıcı olur birinci indeks. Aydındır? Sıfırıncı indeks olur birinci indeks, ikinci indeks, 3, sonra 4, 5, 6, 7. Yəni, bir növdə, yəni bu gəlir bura girir, ortalarına girir. Sonradan bu davam edir təzədən. Yəni, bildiyimiz həqiqi mənada əlavə edir ora. Tamam, amma dediyim kimi, bunlar çox da useful functionlar deyil. Yəni, mən belə hamısını əzbər bilmirəm. Find var, also, find setdə olduğu kimi, əgər n-də bərabər deyilsə, deməli tapıb, yox, n-də bərabərsə, deməli tapmayıb. Getline ilə danışdı. Aha, stoylər. Stoy nə idi? Bir xatırlayın stoyini və yaxud da toString-i. Yadımıza sala bilərik bunları. toString inti string'e çevirir. toString also inti. Ne üçün idi müəllim? Məsələn, deyək ki, əlimizdə atıram 956 var, amma stringdir. Baxın, ədəd deyil ha, yəni S bərabərdir 956-dır. Mən istəyirəm ki, bunu ədədə çevirim, yəni M bərabər olsun, bir int tipində bərabər olsun. Bu zaman story yazacağım, story. Yəni, baxın, açılışı budur. String to integer. S. Nə baş verir məntiqən? String-i, yəni bunu çevirəcək, bunu ədədə çevirəcək. N olacaq 956, yəni ədəd olacaq. Və bunun tərsi var. Deyək ki, ədəd var. Ədəddir. Çevirmək istəyirik stringə. O zaman da belə. S bərabər olacaq. To altdan xət string. Niyə yazılmır? To altdan xət. Mənim counterimdən də görəsən yoxsa? Bir dəqiqə bunun yerini dəyişir. Bir şey düzəldir. To a string n məsələn yazsaz, bu səfər ədəd qoyursunuz, sizə bu ədədi məsələn 47 qoysaz, artıq 47-ni stringə çevirir. Aydın uşaqlar, bu ikisi yadımıza saldıq mı? Qəşəng. Bu da belə. Bu da 2 dənə functionumuz var idi. Sonra bunları da yadımıza saldıq. Stringlərin əsas olayımız zaten belə ilə buradan bir dənə yaddan baxaq. Başqa nəyimizdə qalırmı? Max. Aha, sortumuz var idi, reverse'umuz var idi. Görmüşkən ondan da danışaq. Stringlərdə sort nəyə əsasən olurdu? Məsələn, mən bilirəm ki, massivdə, yəni ədəd massivində kiçikdən böyüyə doğru düzürdü. Yəni ən əvvələ ən kiçiyi verirdi, ən sonda ən böyüyü verirdi. Mən ABCD'də mən hardan bilim ki, bunu nəyə əsasən sortlayıram? Burada bir hashtag var, nə bilim, bunun əvvəlində bir sual işarəsi var, burada nida var. Mən bunu nəyə əsasən sortlayıram? Mən ASCII table-ına. ASCII table-ına. Şöyle, baxmayaraq ki, Aslan hamının yerinə cavab verir, siz də Aslanın yerinə cavab verin.
Aslan düz dedi. ASCII table-a görə. Düzdür? ASCII table-da ID-si kiçik olan daha əvvəldə gəlir sort atanda. ID-si böyük olan da ki, ən sona gedir. Buna əsasən biz deyə bilərik ki, bəzi simvollar əvvələ gəlir. Daha sonra kiçik hərflərdə, daha sonra böyük hərflər gəlir. Daha sonra yox, bir dəqiqə. Birinci bəzi simvollar. Sonra rəqəmlər 0-dan 9-a, sonra bəzi simvollar. Sonra yenə bəzi simvollar. Sonra kiçik simvollar gəlir A-dan Z-ə və bu ilə də bütün hamısı sort olmuş olur. Burada da bir simonik yaranır. Bu da belə. Okey. Sonra reverse. Adi reverse da, yəni reverse hər yerdə reverse. Neynir? Tərsinə çevir. ABC idisə eləyir CBA. Okey. Bundan da rahatlıqla olur. Sonra bura baxaq, elə buradan gedək. Məsələn, başqa nə var? Başqa nə var? Clear insert range. Ora baxdı olmuşsa. Subestier var. Subview-nu sizə deməmişəm böyük ehtimal. Buna ehtiyac yoxdur. Bilməsəniz yaxşıdır. Belə. Hash falan ehtiyac yoxdur. Qəşəng. Stringlərə aid uşaqlar. Belə. Təməlinə aid. Nəsə qaranlıq nəsə var. Yəni, təməl olaraq hər şeyi onsuz demək olar aşağı yuxarı bilirik. Yəni, hər şey nəzə işləyir. Nə nədən böyüdür, nə nədən kiçikdir, nəyi nə vaxt yaza bilərik kimisindən. Hər şeyi aşağı yuxarı onsuz biz bilirik. Qalır suallarla işləmək. Məsələn, suallarla işləyəndə biz bəzi triklər var ki, onlar köməyimizə gələ bilər. Ondan da aşağı bir dənə. Məsələn, deyək ki, nə ola bilər? Məsələn, for each bizim çox köməyimizə gələ bilər. For each nə idi? Bir dənə for each-in nə olduğunu yadda saxlayaq. Normal məsələn for yazırsınızsa, int i başlayırsa 0-dan, nə bilim i kiçikdir, nə qədər, daha sonra s.size, i++ yazırsınız, düzdür? Sonra hər dəfə s-dən istifadə edirik, nə ediriksə. Amma deyək ki, yəni, mən hər zaman, yəni, başdan sona qədər elementlərə baxıramsa, for each-dən istifadə edə bilərdim. Nə idi bu? Char yazırdım. Niyə char yazırdım? Çünki bax, bayaq da danışırdım. Char stringlərin təməlidir. Yəni, stringlər sanki char üzərində qurulur. Char bir ad verirəm. I, C, nə istəyirsiniz verin. Deyək ki, C versək, 2.s-də, yəni adını yazıram. Bu, bir başlayacaq 0-dan, C bir-bir, hər bir elementi bir-bir götürəcək. Məsələn, bu trik sizə qabağa sala bilər. Nə bilim, kodun sürət, sadəlik olaraq daha tez yazasınız və daha sadə yazasınız. Və yaxud da bundan əlavə nə demək olar? Məsələn, map, düzdür, map-i bu dərsimizin konusu deyil. Map ilə char stringi bir arada istifadə edə bilərsiniz. Char, elə yadda saxlasaz map-i, neyinə bilərsiniz bununla? Siz hər dəfə m, s-i-ni artırsaz, s-i-ni plus eləsəz, neynəmiş olursunuz? Bir növ hər simvoldan neçə dənə var, onu yadda saxlamış ola bilərsiniz. Okeydimi bu da? Yadımıza salırıq mı bunları? Qəşəng, bunu da yadımıza salırıq. Belə. Deməli, uşaqlar, sizə nə tapşırıram? Evə 2 dənə bundan əlavə, yəni bundan əlavə deyim, evə 2 dənə exam qoyacam. Yəni, hər zaman yazdığımız exam tipli examlər. Bəzi qaydalar əlavə eləmişəm, bunları izah edeyim. Ctrl-T, code judge. Yadınızdadır, mən elə bu sayt yox ikən şeydə yazırdıq, vicazda yazırdıq. Qaydamız var idi. 2 saat qaydamız var idi. Yadınıza gəlir.
sizə tapşırırdım ki, şey deyim, BDI-də neyin 2 saat öz-üzə başlamamışdan qabaq vaxt qoyun. Asan desən sən yox idin o vaxtlar. Amma məncə Bəli. digər uşaqlar Aminadır, Ayxandır, Caviddir, Çınardır, Gülnurdur, siz var idiniz. Yəni təzə qrupumuz başlayanda nə deyirdim? Yadınıza gəlir, deyirdim ki, 2 saat vaxt qoyun özünüz üçün. Başlayın o 2 saat ərzində exam yazın. 2 saatınız qutardı, daha sual həll göndərməyin. Yadınıza gəlir bu? Bəli. İndi sizi o əziyyətdən qurtarmışam. Baxın, məsələn, keçən examə girəndə özünüz onsuz böyük ehtimal gördünüz. Özü avtomatik yazır ki, bir dəfə başladınız, daha başlaya bilmirsiniz və 2 saat vaxtınız var. Düzdür, bu deyil. Bunu işləmişik, bunu işləmişsiniz. Bu heç. Exam 2, 3, 4 kimi şeylər qoyacam təzə. Deməli, 2 saat vaxtınız var, yəni bunu da bilirsiniz. Suallar var. Leaderboard özüm bağlı saxlayıram. Bir-birinizi görüb ya həvəslənməyin, ya da ruhdan düşməyin. Yəni bir-birinizdən xəbərsiz işləyin. Onsuz dərsdə sonra açıram. Okey. Bunu nə üçün deyirəm? 2 dənə, evə exam qoyacam. Birinci exam olacaq. 5 sual. Asandan çətinə doğru bu sualların çətinliyi və qarışıq. Yəni normal sanki Azərbaycan Cup finalına hazırlaşırmış kimi adi exam sualları. Tamam? Mövzusu qarışıq olacaq. Aşağı yuxarı qarşı olacaq. Tamam? Normal exam. Yəni hər zamanki kimi exam. İkinci isə, yəni ev tapşırığı kimi qoyacağam. İkinci isə bu olacaq yenə 5 sual. Bu səfər həmin dərsdən əvvəl və yaxud da həmin dərs yaxınlarında biz nədən danışmışıqsa, məsələn bu gün stringdən danışdıq, düzdür? Stringdən danışmışıqsa bu ikinci exam olacaq, string examı. Okey? Məsələn indi evə qoyacağam. Birinci adi, yəni qarışıq suallar, mix deyəcəm bunlara. Bu da olacaq məsələn mövzu sualları, STR, stringlər. Tamam? Yenə asandan çətinə doğru, asandan çətinə doğru. Hərəsində 2 saat vaxtı var, amma bir-birindən asılı deyirlər. Yəni dediyim kimi, istəyirsiniz bunu saat 1-də yazın, bunu 5-də yazın. Tamam? Amma ya buna başladınız qurtarmalısınız. Buna başladınız qurtarmalısınız. Buyur. Bəs mənim tutaq da həm 5 sualı 2 saatdan tez qurtarsaq, Çıxa hələ bilərsən. də gözləyəcək yoxsa çıxarsın? Yox, çıxa bilərsən. Yəni elə bir qayda yoxdur. Anladım mən. Hələ məsələn, bu hələ də bilmirəm nə qədər elədiyim düzdür, səhvdir. Məsələn 1:57 bax, indi vaxtıma bax. Məsələn mən deyək ki, əslində buradan çıxa bilərəm. Gördün, o saytdan çıxdım. Üstəlik üstündən bir yarım saat keçə bilər, sonra təzədən girə bilərəm. Contest, exam. Yəni əslində hələ ki vaxtım belə harda olmalısa elə o vaxtdan davam edir. Yəni səhvən deyək ki, səhifədən çıxdısa, deməyin ki, daha şeyim qutardı, daha girə bilmərəm. Tamam, yəni 2 saatınız var. Yəni girib o sualları işləmək üçün. Tamam? Bəli. Qəşəng. Ev tapşırığı budur. 2 dənə exam olacaqmış. Ay sağ ol. Böyük ehtimal ki, biraz üçün qoyacam elə. Yəni suallar aşağı yuxarı hazırdır. Tamam? Bunu nə üçün qoyuram? 1. Uşaqlar, sual işləyin. Nə mənada? Məsələn, bəzilərinizi görürəm ki, yaydasınız da, yəni inanmıram ki, kimsə hazırlığa gedir, yəni overall başqa hazırlığa gedir. Gedirsinizsə belə, yəni demirəm, ola bilməz, amma yəni overallda gün içində məktəb yox, çox da bir overall işiniz yoxdur da. Nəyə nəzərdə tuturam? Biraz sual işləyin uşaqlar. Və bu vaxt olanda mən inanıram ki, özünüz gün içində düşünəcəksiniz ki, inşallah ki, düşünəcəksiniz ki, heç olmasa 2 saat vaxt edeyim, o examə girim və o 2 saat içində ümid edirəm başqa heç bir şeyə odaqlanmayıb, ancaq o suallara odaqlanıb, o sualları işləməyə çalışacaqsınız. Bu mənim düşüncəmdir və çalışacağam ki, bundan sonraki, yəni ta yay qutarana qədər ki, dərslərimiz müddətində bütün ev tapşırıqlarını artıq bu şəkildə verəcəm. 2 səbəbi var dediyim kimi. Birinci, durmadan sual işləməyinizi istəyirəm. Bir də ikincidəki vicazda bəzi problemlər çıxır yenə. Yəni yenə dediyim kimi, o saytı qurmaq məqsədi o vicazın qarşısını almaq idi. Bu şəkildə davam edəcəyik. Tamam?
Başa düşdünmü homeworkların nə olduğunu? Bəli. Mən bir sual verə bilərəm. Buyur. Mən o final sentyabrda olacaq demişdiniz də. Aşağı yuxarı, hə. Mən elə bilirəm. Mən sentyabrın 26-sı deyiblər. Ola bilər, yəni vaxtı dəqiq bilmirəm, amma yəni mən bildiyim sentyabrdadır. Ayağına olurdu da final. Aha, bəli. Yaxşı. Belə, başqa sualınız var? Davam eləyək. Ev tapşırığı aydındır hamıya. Bəli. Mən Qəşəng, tamam. Davam. Bu bizim stringlərimiz. Stringlərdən çox danışmayacağım ki, çox da bir başqa sual işləməli olmayasınız. Suallara baxarsınız, yəni examə qoyacağım sualları yavaş-yavaş işləyərsiniz. Sadədən çətinə doğru qoyacağım, çox da abartmayacağım. Bir də qarışıq suallar olacaq. Tamam, stringlər mövzu təkrar elədik ən azından. Bircə qayda hələlik o bəzi suallarımızda sonra qaranlıqlarımız vardı, vaxtımız var çünki. Biraz sonraki suallarınızı cavablandırım, sonra davam edərik. Buradan görək səhv kodlara da əsas odaqlanacağam, boşlara yox. M sualı. One plus one. Yes, at the air interval. Deyir ki, çoxlu sayda qalalar var, 999 dənə və onların uzunluqları bu şəkildədir. Birincinin uzunluğu 1 metrdir. Bir saniyə. Birincinin uzunluğu 1 metrdir. Sənsə oranı touchpad'ın belə eləməyinə. Birincinin uzunluğu 1 metrdir. İkincinin uzunluğu 1 üstə gəl 2 metrdir. Üçüncünün uzunluğu 1 üstə gəl 2 üstə gəl 3 metrdir. Yəni hər i'nin uzunluğu 1-dən i'yə qədər olan ədədlərin cəmidir. Daha sonra bizə deyir ki, maraqlı sualdır əslində. Deyir ki, müəyyən bir müddət qar yağır və sonradan durur. Bir dəqiqə. Deyir ki, hər bir evin üstünə müəyyən qədər qar yağır. Məsələn, bir saniyə. Məsələn, deyək ki, x deyək uzunluğuna, yəni qarın hündürlüyünə, yağan qarın hündürlüyünə x deyək. Onda məntiqən yəni hər bir ev var. Bu evin üstünə də x metr qar yağıbsa, evin hündürlüyü plus üstə gəl əlavə olaraq bir dənə x qədər artacaq. Yəni hər bir evin hündürlüyünə də plus bir dənə qarın hündürlüyü əlavə olunacaq. Plus x. Və deyir ki, bizə 2 dənə dəyər verilir. Bir dəqiqə. Sonra deyir ki, belə bu bəzi 2 dənə şey seçilir, 2 dənə bina seçilir. Bu 2 binadan bizə bitişi olan demirdi, amma bir dəqiqə, bitişi olan deyir. Aha, bitişi 2 dənə bina seçilir. Aha, söz.
Deyir ki, bitişik olan, yəni hər hansısa bitişik olan 2 dənə bina seçirlər bizim üçün və bu binalar belə də birincinin uzunluğu A olur, ikincinin hündürlüyü də yəni olur B. İndi bizdən tapmamız istənilir ki, nə qədər qar yağıb, yəni x-in uzunluğu nə qədərdir. Məsələn, bir dənə test case-ə baxaq, daha aydın olsun. Birinci test case olub 8-13. Bir saniyə belə yazaq. Bir dəqiqə, necə? Yox, şu an bir dəqiqə, mən nəsə səhv dedim. Mən niyə səhv dedim? Sual yazan var mı? Aslan, sual işarətinə mən niyə səhv dedim? Tamam. Sual yazmışsan. Var müəllim. Buna çox bir sual işləmiş, hə? Gəl riyaziyyatda. Ya o düsturunla yazdım yəni. Mən şərt oxumamışam. Şərti oxumamış, necə bu sualda o düstur olduğunu bilə bilmirsən, yaxşı. Mən Müəyyən bir qardaş kömək edib, düzdür? Hə. Yox, bir dəqiqə, yəni, dediyim düz olmalıdır, yəni çox hissəsi. Böyük mü hansısa bir hissəni qaçırdıram sadəcə. For some two towers located on metal are measure the length of the part of those towers that are not covered with snow. And the result assuming that it is snow covered the snow cover hə, deyəsən indi səhvi başa düşdüm, nəyə səhv deyirəm. Hə, səhvi başa düşdüm. Çox sadə bir səhv deyirmişəm. Baxın, nə dedim sizə? Dedik ki, birinci binanın hündürlüyü 1-dir, ikincinki 2-dir, daha sonra 1 üstə gəlir 2-dir, daha sonra üçüncünki 1 üstə gəlir 2 üstə gəlir 3-dür. Amma bu x sonradan əlavə olunmalı deyil. Qarlanan bir yerdə nəzərdə tutulur. Yəni, binanın əsl hündürlüyü əslində çıxılsın x-dir. Yəni, biz üstünə gəlməyəcə çıxmalıyıq ki, binanın əsl hündürlüyünü tapaq. Məsələn, deyək ki, qarın hündürlüyü olsun x bərabər 2. Onda birinci binanda 1 yox, əslində belə baxsaz, onda mənfiyə düşəcək bu. Yəni, dolayı yolla belə deyək də, 1-ə baxmayaq. Məsələn, 13 ilə 8 ilə 13 verilir. 8 ilə 13, yəni əslində bizə ölçü olaraq, deyirlər ki, AB verilib, amma bu, hətta düzdür da, hani, şey dedim. Məsələn, 8 ilə 13 bizə qar olmadan olan uzunluqdur və məsələn 2 santim 2 metr artırsaq olacaq 10, bunu 2 metr artırsaq olacaq 15. Və görə bilərik ki 1 3 6 10 15, yəni binaların uzunluğuna baxsaq həqiqətən də şərtimizə ödəyir. Yəni birincinki 1, ikincinki 3, yəni 1 ilə 2-nin cəmi, 1 2 3-ün cəmi, 1 2 3 4-ün cəmi, 1 2 3 4 5-in cəmi. Və
şərtlər də ödənir deyə, yəni o başdakı şərtimiz də ödənir deyə deyə bilirik ki, hə, bu bizim axtardığımız belə cavabdır. Onda bizə nə lazımdır uzun sözün qısası? Əgər A ilə B varsa, biz bu ikisinin üstünə elə bir ədəd gəlməliyik ki, bu ədəd bu gəldiyimiz cəm bu bedidə bu sekvensi davam etdirsək, ardıcıl gələn iki ədəddən biri olsun. Okey? Bunda böyük ehtimal necəsə düstura tüzdürmək olar aşağı yuxarı. Ya da forla yazmaq olar. Forla yazmaq olar mı? Yazma olar böyük ehtimal. Ədəd çox böyük deyil. Aha, forla yazmaq olar. Boş yeniş olar. Maraqsız sualdır. Sən mənim. Sizə də məsləhət görmürəm. Aminə, boş ver. Yazmadığına görə sevin. Bunu yazmaq heç şey deyil. Önəmli deyil. En sualı. Happy birthday. İki dənə insanın mı ad günü yaxınlaşır? Deyək ki, bir dənə tort var. Tortu 16 hissəyə bölüblər. Və hər bir insan, yəni iki dənə adamımız var. Birinci adam A dənə tort yeyəcək, ikinci adam B dənə tort yeyəcək. Və qaydamız budur ki, tortu yeyəcək olan adam iki dənə yanaşı dilim götürə bilməz. Yəni, məsələn, deyək ki, bura baxsaq, məsələn, bu ağı düşünün, bu iki dənə ağ yanaşıdır, yəni, deyək ki, bu birinci adamımız bu iki dənə tortu eyni vaxtda bu iki dilimi götürə bilməz. Hardan götürə bilər? Məsələn, bir buradan götürsə, artıq bu qırmızı və ya bu ağı götürə bilməz. Məsələn, bura baxın, fikir verin, həqiqətən əsl maksimum hal budur. Bu 8 dənə qırmızı o deməkdir ki, məsələn, bu qırmızını götürən bu göyləri götürə bilməz. Və bu göyü götürən bu qırmızıları götürə bilməz. Tamam, yəni bir tortun bir dilimini götürən onun yan tərəfdəki dilimlərini götürə bilməz. Və uşaqlar, artıq məntiqən düşünsəz görərsiniz ki, əgər bir tortun 16 dənə dilimi varsa və siz bədiyədə avtomatik yandakıları götürə bilmirsiniz, elə bu şəkildən də gördüyünüz kimi şəkildə özləri verməyə çox yaxşı olub əslində. Siz ən çox neçə dilim götürə bilərsiniz bu tortdan? Hə? Ən çox 8. Ay, sonra düz içinə. Və 8 dilimdən sonra olan ədədlər üçün artıq siz bedidə oradan götürməyə dilim tapmayacaqsınız. Və bizə nə istəyir? Əgər hər biri A, B dənə dilim götürə bilirsə, cavabı yes verməliyik. Yox, götürə bilmirsə, cavabı no verməliyik. Baxaq. Və yəni artıq məncə cavabın necə tapmalı olduğumuz açıq aydındır. Əgər hər ikisi A da kiçikdirsə, bərabərdirsə 8-dən və B də kiçikdir, bərabərdirsə 8-dən, cavab yes. Yəni yesin əvəzinə veribsə odur. Amma yox, alınmırsa, cavaba no verməliyik. Yəni, no da deyəsən, bu smilikdir. Okey. Sadəcə yoxlama olduğumuz budur. Baxaq gör nə yazmışsan. Aslan. Böyük ehtimal ki, yazı səhv eləmişsən. Smilik. Aha, üzü bu yana qoymuşsan. Gülmək yox, ağlamaq smilik olmalı. Eləməli. Vəssalam, budur. Səhvim budur. Sonra. Deyir ki, bir ədəd o vaxt belə yaxşı ədəd sayılır ki,
100-ə tam olaraq D dəfə bölünsün. Və tam olaraq, yəni nə çox, nə az, tam olaraq D dəfə bölünürsə 100-ə, o ədəd yaxşı ədəddir. Məsələn, 0, 5 verilir. Bir dəqiqə, bizdən nə istəyir? Okey, bizə n-ci ən yaxşı elə ədədi tapmağımız istənilir. N-ci. Okey, n-ci ən yaxşı elə ədədi tapmağımız istənilir. Məsələn, bizə birinci inputda nə verilir? Bizə D verilir, sonra M verilir. Məsələn, D-nin 0 olmağı nə deməkdir? D-nin 0 olmağı o deməkdir ki, ədəd heç 100-ə bölünməsin, düzdür? Və n-ci ədədi tapmaq elə n-in özünü deməkdir də. Düzdür, yəni 100-ə bölünməyən birinci ədəd 100-dür. 100-ə bölünməyən ikinci ədəd 2-dir. 100 dedim, 1-dir. 100-ə bölünməyən birinci ədəd 1-dir. 100-ə bölünməyən ikinci ədəd 2-dir. 100-ə bölünməyən n-ci ədəd n-in özüdür. Düzdür? Və yaxud da 100-ə tam olaraq bir dəfə bölünən n-ci ədədi soruşursa, o zaman nə deyəcəm? 100-ə belə də n-ini bir yazaq. 100-ə bir dəfə bölünən n-ci ədəd, yəni 1 deyək. 100-ə bir dəfə bölünən birinci ədəd 100-dür. 100-ə bir dəfə bölünən ikinci ədəd 200-dür. Və bu şəkildə artıq görə bilirik. Və artıq dolayı olan biraz düstur kimi qurmağı bacarırsaq, görürsünüz ki, cavab hər dəfə n vurulsun 100 üstü D-dir. Bunun səbəbini də, yəni, məncə çox da çətin deyil başa düşmək. Çünki yəni, özünüz görə bilirsiniz də, yəni, hər dəfə tam olaraq n dəfə bölünməyini istəyir. Okey. Daha sonra tam olaraq D dəfə bölünməyini istəyir. Onun üçün bunu 100 üstü D yazırıq. Yəni 0-dirsə bölünməyəcək, 1-dirsə bir dəfə, 2 dəfə 2-dirsə. N-cini tapmağımızda elə hər dəfə belə 1-2-dən də gördüyünüz kimi elə n vurulsun şəklində olacaq. Və bunu hesablayıb çıxışa verməyiniz cavabı tapmaq deməkdir. Bundan nə yaza bilərik? N vurulsun power virgül D. Bu qədər. Qaynan nəsə var? Xeyr. Mənasız sual idi. Xeyr, mənim. Sadəcə yazmaq tələb olunurdu. Gülnur, nə səhv yazmışsan? Set prestijinə ehtiyac yoxdur. Yəni, bunu niyə belə yazmışsan, bilmirəm. N 100-dürsə, bunu da ifləməyə ehtiyac yox idi. Elə sadəcə şey yazmağım bəs eləyirdi. Məncə, adi olaraq yoldaşların kimi yaz. 100-dürsə 101. Bu fərq edir ki, uşaqlar. Bir saniyə. Bir dənə gözləyirəm, düzmü deyirsiniz? Düz demiş ola bilərsiniz əslində, razıyam. Hə, tamam, soru uşaqlar. Bu yoldaşlarınız düz deyir. Bir dənə 100-də istisna var. Var imiş, mən də bilmirdim. Ağlıma gəlmədi bayaq. 100 olsa n problem yaranır. Nədə problem yaranır? Artıq belə də 100 vurulsun 100 üstü D. Artıq bu D dəfə yox, D plus 1 dəfə bölünəcək. Və bu da bizim istədiyimiz deyil. Onun üçün nə edirik? 100 olanda bunu 101 eləsək, avtomatik 101 100-ə bölünmür. Yenə qaydacağıq D dəfə bölünməyə. Onun üçün sadəcə bir dənə if qoyuruq ki, n 100-dürsə n-i 101 elə. Sonra da qalan bu hesablamanı ilə n vuraq power 10 üstü D ilə hesabla. Aydındır? Bəli. Qayna nəsə yoxdur? Xeyr. Digərləri uşaqlar. Okay. O boş dediyim kimi ancaq səhv yazılmış suallara baxacağam ki, səhvlərini deyim.
Deyir ki, bir string verilir. Bu stringdə bu 3 dənə şərt ödənilməlidir. Deyir ki, ilk simvol, yəni stringin ilk simvolu A olmalıdır, böyük A. Bir dənə S olmalıdır içində, hansı ki B deyək də üçüncü, əvvəldən 3 yox, yəni ilk 3-cü element və sondan ilk 2-ci element aralığında ola bilər bu S, hardasa bu içəridə bir yer. İlk element A olmalıdır və bundan başqa, bu iki AS-dən başqa qalan bütün hərflər kiçik hərflər olmalıdır. O zaman biz nə etməliyik? Yəni bizim məqsədimiz nədir? Bu kodu yazmağın mənə görə ən rahat yolu nədir? Əvvəl kodun izahını deyək. Bir şərtləri ödəmək. İlk şərt çox asandır. İlk simvol A olsun, yəni S0 məntiqən nə olmalıdır? A olmalıdır. Yəni bu şərt rahatlıqla baxmaq olar. İkinci şərtə baxmamışdan qabaq, gəlin üçüncü şərtə baxaq. Sonra qayıdaraq ikinci şərtə. Üçüncü şərtdə deyir ki, ancaq 2 dənə A-la S-dən başqa böyük simvol olmasın. Onda əgər bu ikisini istəyirsə, mən nə edə bilərəm? Mən onsuz da bu A-nı yoxlayıram. Düzdür? Burada yoxlayıram. Mən dolayı olan belə bir addım ata bilərəm ki, get bütün S-in içinə bir bax, gör neçə böyük simvol var. Onların sayını tap. Əgər 2-dən fərqlidirsə, deməli belə də artıq mənim şərtim pozulur. Yox, 2-dirsə, onsuz da 2-dirsə, neynə? Onsuz da bilirik ki, birincisi böyüdür. Yəni A buradadır. Çünki bu şərt axı mənə bunu təsdiqləyir. Get C-nin yerini tap. C hardadır? İndeks olaraq onu tap. İndeks olaraq. İndeks olaraq tapdın. Hə, bir yoxla ki, bu həqiqətən də C-dir. Çünki ola bilər, məsələn, düz biz ancaq saya baxdıq axı. Ola bilər ki, K olsun, amma böyük K olsun. Düzdür, bunu yenə böyük hərf kimi sayar, amma bu C deyil axı. Bir dediyim kimi, get bunu yoxla ki, bu həqiqətən C-dir. Və indeksi yoxla ki, bu şərt ödənirmi? Yəni, indeks böyük olmalıdır 1, böyük bərabər olmalıdır 3-dən. Bir də indeks kiçik olmalıdır n-2-dən. Bu şərtlərin ikisi də ödənməlidir. Çünki deyir, ilk üçüncü və axırdan ikinci elementi arasında olmalıdır. Bu da belə. Bu şərt və bu şərt ödənirsə, cavaba yes ver, accepted ver, nə istəyirsə onu ver. Yox, ödənmirsə, cavaba nə deyirsə və A ver. Okey? Aydındır uşaqlar? Bəli. Bəli. Qaynaq nəsə yoxdur? Gözə görə bu kodu kimsə yazıb. Nəyə baxırdıq? W-yə baxırdıq. Gülmür. Okey. Birincini yoxlamısan, düzdür. Burada bir problem yoxdur. Sonra demisən ki S1 C-dirsə və ya kiçik C-dirsə, bu kiçik C olmağında nə problem var, Gülnur? Kiçik C olsa niyə səhv verirsən ki? Ola bilməzmi kiçik C? Ola bilər. Yox, ola bilməzmi? Hə, Gülnur? Mən düşündüm ki, ikinci simvoldan sonra ancaq C olmalıdır. Onun əvvəlcə olmalıdır. Böyük C ola bilməz, amma məncə kiçik C ola bilər. Yəni, məncə yox, əslində, hə, belə baxanda ola bilər də. Yəni, sən şərtdəki bir dənə hansısa test case'ə baxaq elə. Oradan aydın ortaya çıxar. Məsələn, burada accepted verilməyinə baxmayaraq, mən buradakı T-nı da C eləyəsəm, yəni heç bir problem yoxdur da belə baxanda. Çünki mənə nə deyir? Böyük A-la böyük C-dən söhbət gedir də.
kiçik C ilə bağlı heç bir xüsusi bir uyarı yoxdur. Tamam? Onu oradan yığışdır, yəni o if oradan götürərsən. Sonra görə başqa nəsə. Böyük ehtimal ya buna görədir. Yox, deyək ki, tamam. Özdə. Bir dəqiqə, sən birinci C-dən fərqlidirsə, S1 C-dən fərqli yox, S1 C-dirsə warning verməlisən əslində. Bir də onu da düşün. Fərqlidirsə yox, yəni onsuz sənə şərtdə deyir ki, ilk 3 arasında ikisi olmamalıdır da, düzdür? Bəli. Okey, o da, məsələn, sən bunu bərabərdirsə warning verələməlisən. Ümid edirəm sonra düzdür. Sən gəlməyinirsən, hər elementə baxırsan. Yəqin ki, buraların düzdür, amma yenə də bir göz ataq. İkincidən axır -1-ə kimi gedirsən. Okey, bu düzdür. Hər dəfə map artırırsan, tamam, deyə bu da düzdür. Deyirsən, indi baxdığın simvol A-dan böyük və Z-dən kiçikdirsə, bax, bir səhvi də burada eləyirsən. Sən bərabərlər qoymursan. Axı, A olsa və yaxud da S böyük Z olsa, sən onu düz götürməyəcəksən. Amma əslində o da böyükdür də. Okey, sən bərabər işarələrini də qoymalısan. Yəni, A ilə Z-i də orada daxil eləməlisən. Və S-i fərqlidirsə A-dan, bunu sil, bu səhvdir, yəni buna ehtiyac yoxdur. Onsa A ən başdadır və onsuz yenə A görürsənsə, yenə hər hansısa bir şey görürsənsə, bu qalsın. Bu qalsın, niyə? Çünki C olsa sən problem eləməməlisən. Amma C olsa problem eləməməlisən, amma C-lərin sayı birdən fərqlidirsə, və dediyim kimi, bunu düzəlt, bunu sil və bura bərabərlər qoy. Tamam, mən də düzəlməliyəm. Başqa bir problem olmamalıdır. Okey. Sonra sən də səhvlərə baxdıq. X. Ümid edirəm uşaqlar tələsmişsiniz, çünki 3 dənə sualımız qalıb. Dəqiqə. Bizə nə deyir? Deyir ki, 7 dənə adamı 3 qrupa bölsəz, bu zaman, belə deyək, 7 adamı 3 qrupa bölməyin ən ideal yolu nədir? Bir növ belə deyək. Baxaq. 3 dənə qrup varsa, birinci qrup, ikinci qrup, üçüncü qrup. Ən ideal şəkildə görə bilərsiniz ki, 2-2-3 şəklində düşəcək. Razıyıq mı bu ilə? İdeal dediyim ya, ortalamaya yaxın. Düzdür, məsələn, 1-1-6 şəklində daha sonra 5 şəklində paylaya bilərdik. Amma ən bir-birinə yaxın şəkildə bu şəkildə paylaya bilərik, düzdür? Və bunların ən minimumu ilə ən maksimum arasındakı fərq 1-dir. Və bizə lazım ki, bu fərq minimum olsun. İndi, ona görə də, məsələn, bizə 7-3 verəndə cavabı nə verməliyik? 1 verməliyik. Və yaxud da 110 verilmişdir orada. Özünüz də görə bilərsiniz ki, 100 adamı 10 qrupa, hamısına 10 nəfər olmaqla paylaya bilərsiniz. Düzdür? Və belə, ən maksimum da 10-dur, ən minimum da 10-dur.
Bunların arasındakı fərq olacaq 0. Başa düşürükmü? Bəli. Və bizdən Bəli. bunun şeyini istəyir. Yəni bu minimumu Qalan verməyimizi istəyir. Və özü də əslində bir müddət baxsaz görərsiniz ki, onunsa nə baş verir? Yox, qalan qalıq deyil. Qalan qalıq sözünü kim dedirsə təəssüf olsun, düz demədi. Niyə qalan qalıq məsələsi deyil? Hə, düzdür, qalığa baxılacaq, amma yəni cavab qalıq deyil. Ən pis halda nə ola bilər? Məsələn, deyək ki, n dənə qrupumuz var. Daha sonra n deyirəm, k dənə qrupumuz var, düzdür? N dənə də adam var. Deyək ki, n bərabər olsun, k vurulsun t-yə. Yəni, heç bir qalıq qalmadan bölünürsə n k-ya, onda hamısında t dənə adam olacaq, düzdür? Ki, onsa biz bilirik də riyaziyyatdan t vur k, n eləyirsə, demək totalda n dənə adam var. Burada cavab olacaq 0. Yəni, dediyim kimi, tam bölünürsə 0-dır. Yox, tam bölünmürsə, o zaman da uşaqlar, özünüz görə bilərsiniz, deyək ki, plus b varsa, yəni qalıq kimi bu b varsa, onda b dənə qrupun hər birinə mən plus 1 gəlməliyəm də, düzdür? Və bu b qrupun sayının bir önəmi yoxdur. Yenə də ən minimum t olacaq, ən maksimum t plus 1 olacaq. Yəni, onların da arasındakı fərq olacaq 1 vahid. Onu mən deyə bilərəm ki, əgər tam bölünürsə cavab 0-dır, tam bölünmürsə cavab 1-dir. Aydındır? Günür, səhvə baxın, tez, kodva yazımsan. Səhv həlli göndərmişsən sadəcə. İkinci dəfə, aha. Burada dediyim kimi, başa düşdün, ya m faiz k deyil. Tamam. Okey, tamam. Şu an y'ye zədə baxaq, sonra tez qutararıq. If buy some things, you can buy 2 or 0, 1, 2 more keys, and you can choose. You also choose to buy keys and doors, if possible, to buy Şu an nə deyir bizə sualın şərtində? Maraqlı sualdır. Deyir ki, siz bir mağaza var. Mən qısaca ona şirniyyat kimi nə deyək? 2 növ pirog növü var, belə deyək. Birinci 4 dollaradır, ikinci 7 dollaradır. Və sizin M pulunuz var. Siz istəyirsiniz ki, bu pulun hamısını xərcləyəsiniz. Onun üçün gedib buradakı şirniyyatlardan almaq istəyirsiniz. Və sizə maraqlı olan budur ki, siz bu pulun hamısını xərcləyə bilərsinizmi bunlardan almaqla ya yox? Və uşaqlar, bu tipli suallarda adətən bir qanuna uyğunluğu olur. Bu qanuna uyğunluğu tapsaz, onsuz çox rahatlıqla cavabı həll edə bilirsiniz. Qanuna uyğunluq da nədir? Bir-iki dənə ədədlə əllə yazsaz, ondan sonranın zaten ödənliyini görəcəksiniz. Tez yazaq, özünüz görün. 0 dollarınız varsa onsa cavab yesdir, yəni zaten pulunuz yoxdur, kasıbsınız. 1 dollara nə birincidən, nə ikincidən ala bilmirsiniz. Yəni cavab onun üçün nə olur? Belə deyək. 2 üçün də keçərlidir. Cavab nə olacaq? 3 üçün də, yəni özünüz də görə bilərsiniz, yəni 1-2-3 dollardan istifadə edib siz bunlardan heç birini ala bilmirsiniz. Amma 4 olanda artıq 4 olanda nə baş verir? Siz elə bir dənə 4 dollarlıq alarsınız, pulunuz qutarar və cavab yes olar, yəni istədiyinizə çatarsınız. Alda düşmürəm ki, sırf ardıcılığı görəsiz. Davam edirəm, baxın buradan elə.
0 olmağa yes halıdır. Əslində mən bunu buradan yox, buradan yazmalıydım. Bir dəqiqə səhv elədim. Tamam. Sonra 4 olanda görəcək ki, cavab yes-dir. Yəni aldız qutardı. Sonra no halı var. 5 olanda aha, Mən söz deyə bilərəm. aha. Mən deyəsən buradakı alqoritmikani tapdım, deyə bilərəm. Yox. 5 üçün olacaq no, 6 üçün olacaq no, düzdür? 7 üçün olacaq nə? Yes, yəni bir dənə 7 dollarlıq alarsınız və pulunuz qurtarır. Bura kimi hamıya aydındır nə baş verdiyi. Uşaqlar, baxın. Bunu görməyinizi istəyirəm ki, əgər yes varsa, baxın, bu nə deməkdir? Siz 4 dollara verdiyinizi yes cavabı almısınızsa, siz avtomatik 8 üçün yes alacaqsınız. Bu nə deməkdir? Yəni siz onsuz 4 dollar verib, yəni belə də, düşünün ki, x dollarınızı xərcləyib qutara bilirsinizsə, x plus 4 dollar da xərcləyib qutara biləcəksiniz də 100%. Çünki deyək ki, neçə dənə donut almışsınızsa, 4 dollarlıq almışsınızsa, bir dənə də çox alın, onda bu avtomatik bu 4 dollar da arada qaynayıb gedəcək. Və ona görə də belə deyək, məsələn bu 7-ni ala bilmişiksə, yes alırıqsa, deməli 11-i də yes alacağıq. Sonra, amma bu ikisi hələ ki nodur. Görək bunları ala bilirik. 9-u mən heç cür ala bilmirəm hələ də nodur. 6, 10 eləyir. Hələ də ala bilmirəm nodur. Bir damıca dalına baxaq, indi özünüz məncə hər şeyi görəcəksiniz. Baxın, dediyim kimi 8 ala bilmiş idi, avtomatik 12-ni də ala bilirik. 11 ala bilmiş idi, 15-i də ala bilirik. 15 üçün də cavab yes-dir. Yəni, zaten hesablasaz onsuz görəcəksiniz cavab yes-dir. Baxın, 9 bir dəqiqə də elə ədəd kimi yazaq. 12, 13 eləyir. 13 almağın yolu varmı? Yoxdur da, düzdür. Nodur, amma baxın, artıq 14 eləyir bu. 14-ü 2 ilə 7-ni ala bilərik, düzdür? Yes elədi. Baxın, artıq özünüz də görə bilərsiniz ki, bundan sonraki yəni dediyim kimi budur, budur, budur. Üçü də yes olaraq davam edəcək. Sadəcə tək no'muz burada qalıb. Ona bunu davam elətdirək ancaq. Üstünə 4 gəlin. Eləcə 17. 17 ala bilərik necəsə. 2-dən 7 götürsək, bir dənə 4 səhv eləmir, yox. Yox, alınmadı. Amma 21-də cavab yes olacaq. Çünki 3-dən 7 alınır. İndi bir dəqiqə şey verəcəm. Yəni, nə olduğunu aşağı yuxarı təxmin edirəm, həll edin. Uşaqlarının ikisinə eyni vaxtda qulaq asmaq istəmirəm də. Və uşaqlar, baxın, yəni artıq başa düşdük bu yes-sə niyə sonradan yenə yes olur? Hə? Burada qaynağın isə yoxdur. Yəni bir dəfə yes-sə niyə üstünə 4 gələni yes olur? Başa düşdük. Qəşəng. Onda baxın 21 üçün də yes olacaq. Və baxın, bu yes-dir, bu yes-dir, bu yes-dir, bu yes-dir. Deməli 21 daxil 21-dən sonra nə olur olsun, hamısı cavab yes olacaq. Yəni hamısını xərcləyib qutara bilərik. Deməli, no'lar hansılardır? 17-dir, 13-dür, 9-dur, 10-dur, 5-dir, 6-dır, 1-dir, 2, 3-dür. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 nə ədəd var ki, bunlar üçün ödəmir. İndi bunları if-lə mi yazmaq istəyirsiniz bir-bir əlinə, yoxsa bir qanuna uyğunluqla mı yazmaq istəyirsiniz? Bu artıq öz işinizdir. Məsələn, deyə bilərsiniz ki, mən necə qanuna uyğunluqla yazaq. Əgər n faiz 4 1-dirsə və n kiçikdir bərabərdirsə 17-dən, bu zaman no ver deyə bilərsiniz. Niyə? Çünki fikir verin, 17-dən kiçik 4-ə bölünəndə qalıq 1 alınanlar hamısı nodur. Sonra məsələn istəsəz eyni prosesi bunun üçün eləyə bilərsiniz. Qalıq 2-dirsə və yenə 17-dən kiçikdirsə, yenə cavabı no verə bilərsiniz. Yəni
və yaxud da direkt elə birinci yoxlaya bilərsiniz. N böyükdürsə 17-dən. Deməli cavab elə yes-dir. 17-dən böyük hər şey üçün cavab yes-dir. Bərabər yox. Qalanlar üçün də bunu yoxlayacaqsınız. 1-ə bölünənlər üçün nə oldu? Və yaxud da ancaq yes-ləri verə bilərsiniz. Yəni bu şəkildə sadəcə buradakı ədədlər üçün bir dənə if yazıb cavabı tapa bilərsiniz. Aydındır? Müəllimə İndi Aslan, sən dinləyək. Sən nə deyirdin? Mən bir dənə orada bir dənə algoritmiya var idi ki, mən dedim. Məsələn, ilk 4-dən başlayırdı da, oluna bilər. Üstünə 3 gəlir, 7 o da olurdu. Sonra üstünə 1 gəlirsə mənim 8. Yəni mən sonra 8-in üstünə gələndə 3 mən 11. Sonra üstünə 1 gəlir, elə mən 1 3 gəlsin 1 1. Onların hamısında alınan rəqəmlərin hamısında ödəyir. Dediyi yoxlayacağam. Baxaq. İlk 4-dən başlayırıq mənim. Tamam, deyək ki 4-dən başladıq. 4 ödəyir. 4-ün üstünə 1 gəlirəm dedin. Yox, mən 1 yox, 3 gəlir 2. Elədi 7. 3 gəldi, elədi 7. Sonra üstünə 1 gəldim, elədi 8. Sonra 3 gəldim, elədi 9, yox, 11. 11. 11, 4, 7, okey. Sonra 1 gəldim, 12, tamam ödədi. Amma deyən, bir saniyə, mən bura baxa-baxa gedəcəm. Niyə görə baxmaq istəyirəm? 4 ödədi. Nə sil? 4 ödədi. 7 ödədi. 8 ödədi. 11 ödədi. 12 ödədi. 12-dən sonra nə gəlməlidir? 15 də, düzdür? Mən ödəmir. Nəyinsə? Yox, 15 ödəyir. Amma bu ödəmir. Yəni 14-ü keçdin. Aydındır? Və bir şey deyil, sən necə Aslan, düzdür, ideyan da, sən ideyan əslində düzdür belə baxanda. Yəni məntiqin yaxşı məntiqdir. Sadəcə deyək də, sual özü, yəni çox böyük bir algoritm tapmaq istəmir. Sadəcə, sən dediyim kimi, həqiqətən niyəsin başa düşsəz ki, 17-dən sonra hər şey ödəyir, düzdür? Bunu başa düşəndən sonra zaten qalır istisnaları tapmaq. Onlar üçün yəni çox da bir böyük kod yazmaq tələb olunmur. Düzdür? Hə. İşte, bu da belə. Nəsə uşaqlar, artıq gecə olur. X ilə Y ilə Z-i istəsəz gəlin dərs yadıma salarsınız, baxıb deyərik son əllə. Amma bir dəqiqə, Y dedik, bir dənə Z qaldı. Tam 2 saniyə bunlara baxaq. Deyir ki, bir şey var. A-nın B-yə uzunluqlu bir həyət var. Biz onun içindən A və B-də ekranda gördüyünüz kimi də, yəni uzunluğu 1 olan bir fiquru yola çevirmək istəyirik. Bizə deyir ki, bu yol olmadan, yəni ancaq bu əkin sahəsinin sahəsi nədir? Bunun düstur kimi yazmağımız istənilir, uzun sözün qısası. Bunu bu tipi suallarda siz hər zaman düşünün ki, yaxşı, mən bu sualı daha asan necə düşünə bilərəm beynimdə. Və görəcəksiniz ki, bu suala biraz daha sadə yolla baxsaz, siz belə bir şey alırsınız. Baxın, bu yolu bizə ortadan çəkdirmişdi, bayaq. Baxın, bu yolu ortadan çəkdirib. Amma əslində biz nə görə bilərik? Mən bu yolu ortadan yox da, düzdür, yəni məqsədimə kənardır. Amma əslində belə bir yolda çəksəm, yəni hesablama baxımından əslində eyni şey olur. Və bunun qırağı A-dırsa, olacaq bu A-1. Bunun qırağı B-dirsə, olacaq bunun qırağı B-1, yəni bura. Onda bunun sahəsi olacaq A-1 vurulsun B-1. Görək, düzmü tapırıq? 2 minus
1 vur 2 minus 1 1. 4 vur 6 24. Aydındır. Yəni bu hardan gəldiyi bu həllin. Aminə həlləvə baxacağam. Nəsə yəqin ki qəliz bir şey yazmısan. Yox, yəni ehtiyac yoxdur belə. Sadəcə dediyim kimi. Mən dediyim kimi yazsam bəs eləyir. Aydındır. Amma mən onu yoxladım, o da düz deyirdi. Nə yazmısan? A vur B çıxılsın. A üstə gəl B çıxılsın 1. Bir dəqiqə. Mən öz dediyimi açım elə. Görün nə fərqli olur. A çıx 1 vurulsun. A B daha sonra minus 1. A vur B. Çıx A, çıx B. Üstə gəl 1. Sən neynəmsən? Bu mötərizə bunu plus yazsaq. Tamam, bunu yazmısan, bunu yazmısan. Üstə gəl 1 yazmısan. Mı? Çıx 1 yazmısan. Üstə gəl 1 yazsan düzələcək. Okey? Bəli. Qəşəng. Belə. Şolar. Başqa qaynaq nəsə varmı sizə? Xeyr, müəllim. Qəşəng. Xeyr. Belə şolar. Xeyr. Qaynaq qalan nəsə var? Xeyr müəllim. Ev tapşırığı aydındır. Bəli. Hamıya. Bəli, müəllim. Belə. Heç nə uşaqlar. Bu qədər. Rekordu durdururam. Yerləşdirərəm.